buradayız. Başla bak. Regional Kollecinde yakına gelin. Bu stolun üstünde çekeyim. Şamaxı Regional Kollecindeyiz. Bugün burada maarifləndirmə tədbiri. Buradan koyun. Oradan da düzdüz. İndi bu tədbirdən sonra qayıdıyıq. Və bu köynəklər də gətirmişik. Bu kim gənclərdən. Düz. Sakit olun. 6 nəfər. Qabaqda kimlərə əyləşir? Burada. Hər şey şikayətdir. Ay, arada bax. Salam. Hamınızı xoş gördük. Bugün biz burada demək Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin təşkilatçılığı ilə Qurbanların Səsi adlı layihəni həyata keçiririk və bütün bu Şamaxıya və Şamaxılı gözəl burada oxuyan tələbələrə salamlarımızı çatdırıram. Bugün biz burada, mən 21-ci əsrin Qadınları İctimai Birliğinin sədriyəm. Bugün sizinlə görüşə hörmətli Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin əməkdaşı, polis polkovnik leytenantı Emin Əsədov qonağımızdır. Yəni bura gəlib ki, məhz sizləri maarifləndirsin. İnsan alveri qurbanına çevrilməyəsiniz. Və məqsədimiz insan alveri qurbanına çevriləndə belə, ehtimal insan alveri qurbanı olduğunda belə bu vəziyyətə düşməyə, düşəndən sonra bunun yolları, buradan qurtulmağın yolları, bunlar barəsində sizə geniş məlumat veriləcək. İlk öncə sözü verək Emin müəllimə, sonra biz... Mən salamlayıram. Bugün bu şəraitin yaradılmasında əziyyət olan hər bir kəsə təşəkkürümü bildirirəm. Cənab Prezidentimiz ölkə başçısının sərəncamı ilə müvafiq milli fəaliyyət planı hazırlanıb. Bunun da əsas məqsədlərindən də biri gənc nəsil, yəni həssas yaş qrupu var ki, bu da siz bunlara daxilsiniz. Sizlər arasında bu maarifləndirmə tədbirinin keçirilməsidir ki, günümüzün mövzusu olan, bugün burada olmamızın məqsədi olan insan alveri cinayətinə sizin heç biriniz çevrilməyəsiniz. İlk öncə insan alverinin anlayışını vermək istəyirəm sizə. İnsan alveri deyəndə təbii ki, sual versəm bu dəqiqə heç biriniz yəqin ki, anlayışınız var insan alveri cinayətin barədə. Kim nə deyə bilər bu barədə? Kim Məhz, yox, elə biz bir məlumatsızdır baxımından gənclərin, bax, elə ona görə də biz buradayıq, auditoriya məlumatsızdır. Ona görə də bir nəfərin, iki nəfərin məlumatı, amma digərinizin görürəm ki, məlumatı yoxdur. İnsan alveri anlayışını sizə deyirəm, insan alveri zor tətbiq etməklə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcbur etmə vasitələrindən istifadə etməklə aldatma, tərəddüdü, digər şəxsə nəzarət edən şəxsin razılığının alınması məqsədi ilə maddi və sair nemətlər, güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə əldə edilməsi, saxlanılması, gəzdirilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alverinin sayılır. İnsan alverinin bir neçə növləri var ki, məcbur əməkli, bunların hansı barədə sizi maraqlandırsa, onları siz sual verərsiniz, mən onları cavablandıracağım. Məcburi əməkdir, cinsi istismardır, köləliyə bənzər adətlərdir, irəli gələn asıllıq vəziyyətidir, insanların orqan və toxumalarının çıxarılması, algısı, satqısı. İcazə versəniz, səmimi şəkildə
qadınların surrogat ana kimi istifadə olunması, bunların heç birinə yəqin ki, məlumatınız yoxdur. Siz hansı sizi maraq kəsb eləyərsə, siz sual verərsiniz, mən onu cavablandıracağım. Qanunsuz o cümlədən cinayət fəaliyyətinə cəlb etmə, habelə insanların digər formada istismarı. İnsan haberi dedikdə, yenə də deyirəm, bizdə anlayış var ki, əxlaqsızlıqla məşğul olma, əxlaqsızlıq yuvası saxlama, belə anlayış yaranır ki, bizdə insan haberi budur. Amma əsla insan haberi bu deyil. Bu qeyd etdiyimiz əxlaqsızlıqla məşğul olma, əxlaqsızlıq yuvası təşkil edilmə, saxlama, bu Cinayət Məcəlləsində 243-cü, 244-cü maddədə öz əksini tapmışdır. Ancaq insan haberi biraz doğru bir anlayışım verim ki, siz yaşda olan və sizdən sonraki necə deyərlər, təhsili bitirib, 70 yaşına çatıb həyata davam eləmiş şəxslər ki var, onlar bu məsələdən anlayışları olmur, hər hansı bir məlumatları olmur və o cinayətləri törədən şəxslər yox, məcbur olaraq onu aldatan anlayışınız olsun və sizin hər birinizdə gedib bir 5-10 qohumunuza, əqrabanıza, rəfiqələrinizə, qonşuya bu sahədə maarifləndirsək, ölkədə hamı bu sahə üzrə maarifli olsa, ölkədə hamı bu sahədən xəbəri olsa, bu növ cinayətin qurbanını heç kim çevirir. Həmin ərəfədə də sizə müəyyən təşriflər gələcək, dediklərim xaricdə, digər ölkədə moda evləri var, orada çalış. Biri deyəcək, gəl burada şirkət var, sənə ayda 3000-5000 dollar maaş verəcək, gəl burada çalış. Bu təşriflər hamısı sizə olunacaq. Amma məlumatınız olsun ki, belə bir təşriflər olduğu təqdirdə mütləq şəkildə siz həmin təklifi eləyən şəxsi araşdırmalısınız. Həmin şirkət barədə sosial şəbəkədə məlumat əldə eləməlisiniz. Bunların hamısından da əlavə, əgər bu olunubsa, gedibsə, insan heç vaxt öz ümumvətən pasportu deyirlər də, bizdə doğru dildə xarici pasport deyirik, şəxsiyyət vəsiləsi bizdə. Bu pasportu heç bir şəkildə insan özündən başqasına vermir. Mən insan haberi cinayətinin qurbanı olmuş şəxslərlə söhbət eləyəndə onlardan soruşanda ki, necə oldu sənin pasportunu əlindən aldı, həmin o cinayətkar? Deyir müəllim, çatan kimi mənə dedi ki, səni bura qeydiyyata saldırmalıyam, ona görə təcili pasportumu ver, aparıram səni qeydiyyata salam. Bu da Allah'ın verir, o gedən pasport onun əlində, pasportsuz sən orada xarici ölkədə kimə lazımsa, çıxan kimi polis uşaqlayacaq, hər hansı bir quruma müraciət eləsən, deyirlər pasportunu ver. Yəni, bu şəkildə o həmin insanın əsarəti şəraitində çox da vaxtımızı almaq istəmirik. İmtihan vaxtıdır. Mən ona görə deyim ki, elə tələsik fikirlərində orada fikirləriniz desin. Sonra xahiş edirəm, biraz aktiv olun, suallar verib, cavabları və ən azından biz də bilək ki, zəhmət çəkib gəldiyimizə görə sizin nəsə... İnsan alveri bəşəri bir problemdir. Yəni, bu təkcə Azərbaycanda deyil. Məqsəd bundan ibarətdir ki, bugün dövlətimiz, bu bizim gənclərimizin insan alveri qurbanına çevrilməməsi üçün əlindən gələni edir. Yəni, bütün nazirliklər, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, bir çox nazirlər memorandum imzalayıb, koalisiya ilə bərabər, yəni maarifləndirmə tədbirlərinin aparılması, insanların bu sahədə bilgilərinin artırılması ilə bağlı silsilə tədbirlər keçirilir. Yəni, insan alveri bu yaşla da deyil, bu başla da deyil. Yəni, hər bir mündə, sizdə, hər bir kəs insan alverinin qurbanına çevrilə bilər. Bəzən düşünürlər ki, insan alverinin qurbanı ancaq qadınlar ola bilər, oğlanlar belə düşünür. Amma insan alverinin qurbanı oğlanlar da ola bilər, əməyin istismarı, məsələn, orqanların transplantasiyası, cinsi istismara məruz qalma, köləlik, surrogat ana, yəni bunların hamısı qadın kişi üçün əvvəllər cinsi istismar deyəndə qadınlar nəzərdə tutulurdu. İndi də kişilərin özləri cinsi istismara məruz qaldı. Və necə aldadılır, aparılır xaricə? Emin mənim çox gözəl, ətraflı, geniş sizə bunları izah elədi.
Mən indi bununla açıqlaması ilə sizə izah edirəm ki, bu iş adı altında sizi aparırlarsa xaricə, nə etməlisiniz? Getdiyiniz ölkənin buradakı səfirliyinə müraciət eləməlisiniz. Birinci o təhsil lisenziyası olan təhsil, hansı ki, istər işə düzəltmə, istər təhsillə bağlı getdiyiniz bir yerlərin şirkətlərin lisenziyalarının olub-olmaması ilə siz maraqlanmalısınız. Doğrudan da həqiqətən bu qeydiyyatdan keçib ya keçməyib. İkinci, sizə mühür vurulursa, orada yazılır vizada, siz işlə bağlı gedirsiniz, yoxsa siz təhsillə bağlı gedirsiniz, ona da fikir verməlisiniz. Yəni, sizə gedərsiniz bir yerə, deyəsiniz, biz xaricdə təhsil almaq istəyirik. Və yaxud sizə yaxşı həyat vəd edirlər ki, xaricdə yaxşı işlə təmin oluna bilərsiniz, yaxşı pul qazana bilərsiniz. Adətən insan alverçilərinin turuna kimlər düşür? Bilirsiniz kimlər düşür? Sizcə kimlər düşür? Ha? Pula ihtiyacı çox olan Bəli. Sonra? Tamamıyla doğru. və ya başqa bir çıxış yolu olmayan. Bəli. Sonra? Hə, indi mən sizə izah edeyim, çəkin. Sizə izah edeyim ki, bax, bu tələ bilirsiniz, sıçan tələ qurulur, sıçan şirnikləndirmək üçün ora nəsə qoyulur, tələyə düşür. Bax, elə insan alveri qurbanıdır, elə bax, özü tələ şəkli var loqada. Yəni, burada loqa budur, tələyin şəklini görürsünüz. Yəni, insanı şirnikləndirib, aldadarıb o tələyə salırlar. Yəni, tələyə düşdüsə, oradan çıxmaq qeyri-mümkün olur, çətin olur. Çünki xarici ölkəyə sizi aparırlar, sizin əlinizdən sənət, o xarici pasport, Emin müəllim qeyd elədi, o xarici pasport əlinizdən alınırsa, siz ölkəyə heç cürə qayıda bilmirsiniz. Hətta o qrup, cinayətkarın əlindən nə tərsə qaça bilsəz belə, sənədiniz yoxdur, siz deyə bilərsiniz sənədsiz. Sizin kimliyinizi təsdiq edən əlinizdə bir sənəd yoxdur. Siz ona görə qalırsınız, elə bir qula çevrilirsiniz, həmən adamın təsiri altında qalırsınız və sizin o orqanlar, hansı ki cinsi istismarla bağlı gedib 24 saat ərzində bu adam pul qazanır, amma qadın bütün günü fərqli kişilərə xidmət göstərir. O haçan ki o qadın artıq yararsız hala düşür, nə bilim, bütün orqanları sıradan çıxır, ondan sonra atırlar. Yenə də qayıtmaq üçün sizin sənədiniz olmalıdır əlinizdən ki, sizdən getmir, qurbanın sənədi olmalıdır ki, geri qayıda bilsin. Onun üçün nə etmək lazımdır? Hər hansı bir xarici ölkəyə, turist kimi də getsəz belə, sizin o xarici pasportun bir neçə kopyalarını çıxartın. Şəxsiyyətinizin də kopyalarını çıxartın. Birini qoyun çamadanınıza, birini qoyun sumklarınıza, birini qoyun nəm şalvarın cebinə, birini ora, birini bura. Ən azından nəysə itirsəz, kimliyinizi təsdiq edən sənədiniz əlinizdə olsun. Bundan əlavə, əməyin istismarı. İndi Emin müəllim o ilə bağlı bir epizod danışarda, bunlar həm də ki o cinayətkarların məhz tutan, bunlarla mübarizə aparan, məhz bizim cənab Falkonnikimizin burada əyləşən ki, bu əməliyyatı onlar keçirlər. Onlar gec-tez o cinayətkarı tuturlar. Amma bunlar axtarıb onu tapana qədər sizlərin, bizlərin köməyi ilə biz birgə mübarizə aparmalıyız. Hər hansı bir şübhəli görsək, qonşuda, dostda, qohumda biz 152 qaynar xəttinə zəng vurub xəbərdarlıq verməliyik ki, kimlərisə qoruya bilək. İkincisi də 152 qaynar xətti, yəni zəng edəndə heç bir orada problem olmur da. Yəni bizə polisə zəng edirsiniz, şahidlik verməlisiniz də bir hadisə oldu, birini vurdu, öldürdü. Siz gördünüz, onu yazmalısınız. Mütləq qanun, qayda budur. Amma 152 xəttində bu yoxdur. Siz telefonla zəng edirsiniz, deyirsiniz, filan ünvanda, filan bir yerdə hansısa görürsünüz də bir evə çoxlu kişilər gəlir, gedir, o qadın orada yaşayırsa, demək o orada onu cinsi istismarı, demək orada kimisə qurbanıdır, buna müştərilər aparıb gətirilir. Ən azı bunu müşahidə edəndə siz bunu deyə bilərsiniz. Və ya qohumlarımızda kimsə gedibsə xaricə, uzun müddətdə ondan heç bir səs, səmir gəlmirsə, əlaqə saxlanılmırsa, demək bu zəngdə, telefon əlaqəsi olmursa, demək bu ya əməyin istismarı, neysə bu aldanıb əlaqə kəsilir.
Çünkü kurban olmuş şəxs heç kəsin əlaqə qura bilmir, o imkanlar ona yaradılmır, telefonu əlindən alınır, yəni o azadlığı əlindən alır. Bu ümumiyyətlə bu konstitusiya zid bu qanun indi həm suverenlik və konstitusiya illidir çərçivəsində. Onu da qeyd edeyim ki, bu bir növ insanın azadlığı, bu konstitusiya hüququ, konstitusiyada bizim hüquqlarımızı müdafiə edir. Orada hüquqlarımızla bağlı maddələr yazılır. Yəni orada bizim heç kəs azadlığımızı əlimizdən ala bilməz. Bu cinayətdir. İkinci bir hal, əməyin istismarı yenə də borclanma. Məsələn, kimsə sizə deyə bilər ki, gəlin yaxşı biznes açaq. Sən deyirsiniz, tutaq ki, imkansızam da, nə etmək olar? Gəlin, mən sənə pul vereyim, gel orada bir kababxana aç, və neysə aç. Siz də alırsınız, amma bunu məqsədli verir. Məqsədli verir, deyir ki, mən bunun faizi ilə də, nə deyirlər ona, üstünə pul gələcək hər ay. Və sizə versə, sələmlə. Sizin aldığınız 1000-2000 batırırsınız, çıxa bilmirsiniz, gəlir olur 10.000. Deyir ki, pulu verməlisən, yoxsa belə eləyərəm, hədəf qorxu. Sən mənə orqanımı satmalısan, hansısa bir orqanı, böyrəyə bir nəyimsə. Məcbur olur adam pulu ödəyə bilməyəndə onun orqanını alır. Yəni həmən adam bu vasitəçi, o da elə növdən pul qazanır. Məhz belə hadisə olmuşdu. Məhz bu bizim İnsan Alımı ilə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirdi. Həmən insanı tapmışdılar ki, o da Azərbaycanda olmuşdu və bir rayonlarımızda birində açıq bu məlumat da getmişdi. Bərdə rayonunda və yaxud da qızlar da elə, qadınlar da elə, gəl bir biznes açaq, dolana. Düşünün, böyük pullar şirketləndirici yalnız tələ olur. Tələ olur. Bax, məsələn, şu xaricinin adı, mən xarici ülkələrin çoxunda olmuşam, orada tədbirlər keçirmişəm, xaricdə yaşayış tərzini də görmüşəm, kənardan ora çox gözəl görsənir, tərifləyirlər. Amma burada deyilən ki, Azərbaycanda işini, peşəsini bilən hər bir kəs, Azərbaycanda ən yüksək səviyyədə deyər, nə bilim, vəzifəli bir insanla da gözəl yaşaya bilər. Məsələn, gözəl, yaxşı, saç ustası, elementar, mən sizə deyirləri, maaş yoxdur, kimisə imkanı. Yaxşı peşəsini bilən peşəkar, gözəl də yaşayır. İşinin ustadı hər bir yerdə gözəl yaşamağı bacarır. Bu tənbəllərdir. Məsəl üçün, ağzımı açım, deyir, göydən pul yatsın. Belə deyilən bir şey yoxdur. Biz elə yerində yaşayırıq ki, hər kəsin zəhmətinin bəhrəsini təbii ki, qazanır və alır. Yaxşı maşın ustası. İnansın ki, maşın ustalarının heç baxırsan, biz bir qohumumuzun yanında ev var, villası, necə? Demək bu, necə olur, dolana bilir. Çünki zəhməti ilə qazanır. Yetər ki, insan qarşısına məqsəd fikri başqa yerlərdə olmasın, yüksəklərdə olmasın, pula görə aldanmasın, şirketləndirici vəzlərə inanmasın. İnanın, harada getsəz Azərbaycan kimi gözəl bir ölkə görə bilməzsiniz. İstər biz vətəndaş olaraq bir-birimizə sayğımız, qayğımız, diqqətimiz. Bu barədə indi danışdıq sizinlə. İkinci məsələ, insan qurbana çevrildikdə belə, əgər aldanırsa, qurbana çevrilirsə, bundan sonra İnsan Alımına Qarşı Mübarizə Baş İdarəsi yüksək səviyyədə 4 mərtəbəli sığınacağı var. Orada qurban saxlanılır, orada qurban geyimlə, yeməklə, bütün lazımı, bütün vasitələrdən istifadə olunur, onun hüquqlarının qorunmasında, cinayətkarın tapılmasında, tutulmasında və qadının, hətta qurbana çevrilən insanın biz onun reabilitasiya, reintegrasiya eləyəndə, çünki oradan sonra bizə yönləndirirlər. Mən də həm də sığınacaq rəhbəriyəm, bizim də sığınacağımız var. Bizə yönəldilənlər, qurbanların ailələri onların qurban olduğunu bilmir. Yəni bu məxfi saxlanır. Yəni biləsiniz, bəzən qurbanı qorxudurlar ki, kimsə qaçır, bir tərəf qurtulur, gəlir evə. Qorxudurlar ki, sən bizdən şikayət eləsən, səni tutacaqlar. Bu belə deyil. Qanunlarımız həmən qurbanın hüquqlarını qoruyur. 700 manat təzminat verilir. Dövlət həmən aldadılmış qurbana, qızım, həmən qurbana, aldadılmış qurbana 700 manat pul verir. Zərər çəkmiş qismində. Sonra
məhkəmə prosesində hüquqları qorunur qurbanın. Yəni bütün qanunlarımız bizim hüququ pozulmuş, aldadılmış qurbanın müdafiəsinə yönəlib. Yəni bunu bilməyimiz və 152 qaynar xəttini qulağımızda sırğa etməyimiz bu mühümdür. Çünki ən geniş yayılmış problemdir. Əsas da bəli, bu Mahir xanım istəyirəm, məxfiçiliyiniz tam qorunur. Elə başa düşərsiniz ki, mən 152 qaynar xəttinə müraciət elədim, bunu bütün Respublika bildi, hamı bildi. Xeyr, əsla elə şey yoxdur. Burada sizin tam məxfiçiliyiniz qorunur, siz özünüz istəyə uyğun olaraq deyirsiniz ki, mən bilinməsin, bu məlumatı mən bildim, bu sözü mən dedim, mənim qonşumu aparıb xaricdə istismar edirlər, amma xahiş edirəm mənim adım alınmasın. Bu tam şəkildə məxfiçiliyiniz sizin qorunur. Bizdə bizim biraz anlayışımız var ki, məndən keçdi, qonşuma dəydi. Əsla buna belə yanaşmayaq. Çünki niyə? Sən məlumatlısan bu məsələdən, sənə təklif olunacaq, sən atqaz eləyəsən, amma sənin əmin qızı var, dayın qızı var, yaxın ətrafımız var. Niyə? Hər hansı bir, heç birimiz razı olmarıq ki, hər hansı bir Azərbaycan qadını, Azərbaycan gənci bu növ cinayətlərin qurbanına çevrilsin. Bunu heç birimiz razı olmadıq. Ona görə də sizdən artıq dərəcədə xahişim, istəyim odur ki, yaxın ətrafınıza, bax bu danışılanları, burada olan bu söhbətlər barədə yaxın ətrafınızı da maarifləndirəsiniz və bu məsələlər barədə aktiv olasınız. İndi üzr istəyirəm Mahirə xanım, mən əsas üstünlük vermək istəyirəm ki, sizin hər biriniz aktiv şəkildə sizi maraqlandıran sualları verəsiniz. Biz yenə də deyiləm, Mahirə xanımdan mən də axşama kimi burada durub danışarıq bu sahə üzrə. Amma əsas biz nə qədər də danışsaq, yenə də sual yaranır. Sizin maraq dairənizdə olan sual var ki, bu müddətlər istifadə edib biz istəyirik ki, o sualları siz verəsiniz və biz onu cavablandıraq. Bir də bəzən belə olur ki, biz tədbirlər, maarifləndirmə tədbirləri keçirdiyimiz zaman mesela kimlərsə bizə yaxınlaşır, kimsə nəsə varsa burada zalda deməyə də bilərsiniz, yaxınlaşa bilərsiniz Emin müəllimə. Elə olur ki, belə hansısa bir cinayətin üstü, biz maarifləndirmə zamanı belə bir cinayətin üstü aşkarlanır. Sanki hansısa tələbənin əmisi harasa gedib, bir ildə ondan xəbər olunub, atasıydı, yadından da çıxıb, biz rayondaydıq tədbirdə. Orada yaxınlaşdı, operativ bizdə həmən bizim əməkdaş da tədbirlər görüldü, araşdırıldı, necə gedib, hardan gedib, nə vaxt çıxıb, yəni o cinayətin üstü açıldı, cinayətkar cəzasını tapdı. Hansısa birimizə bax o təkliflər olunub, ya hansısa bir bu sahə üzrə nəsə bir sizə bir iş təklifi, ailə qurmaq təklifi, bunu yəni auditoriyada yox, fərdi şəkildə tədbirimiz qutarandan sonra utanmadan, çəkinmədən yaxınlaşarsınız, sualınızı verərsiniz, mən də onu cavablandırırım. Amma indi xahiş edirəm, aktiv şəkildə siz suallarınızı verin, biz də bunları cavablandırırıq. Nə sualınızı verin, amma şəxsi belə bildiyiniz məlumatlar varsa, Emin müəllimə yaxınlaşırsınız, Tədbirdən verirsiniz. sonra fərdi şəkildə kimin nə sözü varsa, sual vermək sonra. Belə indi kimin Sizi sözü varsa, maraqlandıran kimin nə varsa, sual buyursun. varsa, suallar yoxdursa, demək, qalx ayağa sualını ver, narahat olma. çəkinməyin, biz də Burada bizdə nə var ki burada? burada inanın bu gərgin işlərinin inanırsınız bu Emin müəllimgilin o qədər işləri başlarından aşır ki, onlar məhz orada bura durub gəlirlər. Yəni bu məhz sizləri qorumaq üçün, bizləri qorumaq üçün. Həm də mən də aldana bilərəm. Tamam, mən də deyərəm, tutaq kiminsə nə maşını var, evi var. Mən də gedib xarici işləyir, bir mühəndisə gedəcəksə, orada sənə 10.000, 5.000 pul verəcək. Deyərəm, gedim neçə işləyərəm, gəlim mən də onu alaram. Yəni o demək öyle bu sizdən gelir. Onun yaşa heç bir aidiyyəti yoxdur. İndi yaşlı adamlar en azından bir düşünür də, məsələn, çox aldanma ihtimalı bir o qədər də deyil. Yəni mənim yaşında olan en azından oturuşur, evi olur, uşağı olur, nə olur. Amma gənclər en çox aldadılan gənclərdir. Yəni gənclər indi hər şey istəyir. Məsəl üçün
bütün gün görürlər o reklam gedir, nə bilim orada, burada sosial şəbəkədə o belə gəzir, o belə həyat tərzi yaşayır, mən niyə yaşamayım? Bax, o mən niyə yaşamayanın arxasında qorxulu, bax belə hadisələr dayanır, qorxulu belə cinayətlər dayanır. Ona görə də çalışın, qurban olmayın. Bax, qurbanların səsi, layihənin adı da qurbanların səsidir. Elə bil, biz qurbanların səsiyik. Deyirik ki, bax, bağırırıq, çağırırıq, çığırırıq ki, qurbana çevrilməyin. Buyurun. Sizin əlinizdə hər şeyiniz almasında, telefon, hər bir şey. Adınız nə oldu? Gülalə Cabbarova. Bilalə. Maşallah. Bəli. Hər şeyimiz əlinizdən almasınızda, telefonlarınız, bir imkanınız yaranmasa, biz bunu necə müraciət edə bilərik? Bəli. Birincisi o şəraiti əyləş. Bilalə xanım, birincisi o şəraitin yaranmaması üçün biz bu maarifləndirmə tədbiri keçirik. İkincisi, əgər olur da bizim məsələ üçün sözümüzdən yayınlayır olur ki, bu sahə üzrə məlumat olmayan şəxslər gedib bu növ cinayətin qurbanına çevrilir. O halda Azərbaycan Respublikasının yenə də deyirəm, bu digər ölkələrdə səlahiyyətli müəyyənəsi, səfirliyi, soruşması dərhal ora müraciət edir. Onlar sizin bizim Daxili İşlər Nazirliyində, Ukraynadır, Türkiyədir, Rusiyadır, burada nümayəndəlidir bizim Daxili İşlər Nazirliyində. Siz əlinizdən sənədiniz alınır, siz istismara məruz qoyulmuşsunuz, dərhal siz səfirliyi bizim Azərbaycan Respublikasında olan səfirliyinə müraciət edirsiniz. Sizin Azərbaycana qayıdış kağızınla təmin olunub, Azərbaycana qayıdıb və həmin cinayətkarın da cəzalandırılması üçün bütün tədbirlər görüləcəkdir. Yəni, ən yaxşı halda orada telefon yoxdursa, siz ancaq yol qalır ki, siz həmin səfirliyə, bizim nümayəndəliyə müraciət edirsiniz. Təbii ki, bizim səfirliyimizdə bizim bilənlər vardır. Səfirliyi bizim vətəndaşlardır. Azərbaycanın vətəndaşlarıdır. Onlar həm dili bilirlər, amma yenə də Hilalə xanım, bax, o problemlərin, vəziyyətin o yerə gelib çatmaması üçün biz bu məsələləri biz qarşılığımız qabaqcadan eləməliyik. Bizə təşrif edən adam barəsində araşdırma aparmalıyıq, bizi təşrif edən şirkət barəsində məlumatlı olmalıyıq ki, həqiqətən də dövlət qeydiyyatından keçməyib bu şirkət, bu kimə sahibdir, sabahları, nömrələrin, məlumatların alıb özündə saxlamaq və bunu da qeyd etmək istəyirəm ki, ona görə də insan pasportu heç bir şəkildə əlindən verməməlidir. Heç bir şəkildə sənin qeydiyyatını salırsan, sən özün gedib qeydiyyata tutmalısan, pasportun əlində. Ver sənin sənədini, mən gedib sənin qeydiyyata salım. Buyurun, digər kiminlə sual var versin. Çox sağ olun. Buyurun. Sualı olan yoxdursa, qaranlıq qalan, neysə anlaşılmalı. Sosial şəbəkə üzərindən sizə hər hansı bir təklif gəlir, ailə qurmaq, sevgili olmaq, işlə bağlı. Olub elə bir şey. 2 gün bundan qabaq biz bir yerdə olduq, orada qızlar, neçə nəfəri qıza eyni, bax belə təkliflərlə bağlı gəlib, bu dəqiqə çox yayılıb, özləri yaxınlaşdılar, yəni dedilər gəlir mesajlar, hətta sonra telefonla danışsınız, telefonla danışanda cinayətkarlar sizin telefon xəttinizə girir, sizin bütün kontaktlarınızı götürür və sizin adınızdan onlara birinə yazır 10 manat ver, 50 manat ver, nə ver. Orada açıldı, bütün zal dedi, mənə də səndən gəlib, mənə də səndən gəlib. Yəni, bax, belə bir, bu dəqiqə belə bir, bu dəhşət formada yayılır. Yəni, çəkinmək lazımdır. Yəni, bu konkret məsələ budur ki, doğrudan da yazırlar, vəzlər verirlər, çoxu çəkinir, qorxur deməyə. Amma qorxmaq lazım deyil. Bugün siz, əgər belə bir sizə təklif gəlirsə, qorxursunuzsa, demək bu, həmən o qorxduğumuz adam nə qədər insanı tora sala bilər, nə qədər yaxınlarımızı bilmək olmaz. Bir də ki, qurbanı aparanlar bəzən biz kənardan şübhələnirik. İnsanın qohumu da ola bilər, iş yoldaşı da ola bilər, kələbə yoldaşı da ola bilər. Hər kəs o tamahı ucbatına yanındakını qurban verə bilər. Məsəl üçün, biri olmuş bu hadisə açılıb, deyirəm, öz əmisi qızını
aparıb Dubayda satıb. Sonra o qadının çəkilişi də olmuşdu. Belə bir videoda var. Cinayət məsuliyyətinə təbii cəlb olunmuşdu. Bilirsiniz, ümumiyyətlə sosial şəbəkədən belə ümumi istifadə edirlər. Sosial şəbəkədən yenə deyirəm, mən bu yaxınlarda deyəndə hamısı 2 sözündən qabaq bir nəfər şəxs saxlamışdır. Cinayət əməlləri ifşa etmək məqsədilə. Onun mobil telefonuna baxış keçirdən zaman bir gecədə Instagram sosial şəbəkəsindən bəlkə də 100-120 qıza salam axşamı sıxır. Bu sözləri ifadəyə bir gecədə baxır sosial şəbəkədə açıq profil. Ümumiyyətlə çalışın profilimiz açıq olmasın. Hər bir sosial şəbəkədə olar, müasirlik də olar, amma milli mənəvi dəyərlər var ki, bunlara biz bir mənalı qoruyub saxlamalıyıq. Bir mənalı şəkildə. Çünki o nə qədər də Avropalaşsaq da, nə qədər də müasirləşsək də, amma yenə də deyirlər, ata-baba yolumuz, milli mənəvi dəyərlər əvəz olunmazdır. O, müəyyən dərəcədə tez bir zamanda müasirləşib, istəyirəm, geyinin, gecinin, nə bilim, sosial şəbəkə üzərindən müəyyən hərəkətlər verir. Bunlar müəyyən yazır. Salam, 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 buradan salam verilir. Belələri var ki, rayondadır və istəyirlər də belə həyat. Uşaqdır da, hələ bunun yetkinlik yaşını çatmıyor, heç nədən məlumatı yox. Dur, gəl şəhərə, sənin burada yaxşı iş var, mənim işlə təmin edəcəm. Mənim şirkətim var, gəl sən orada şirkət işə götürəcəm. Evim var, verəcəm, orada qalassan, gəlir. 5 gündən, 3 gündən sonra olar, necə, aqibəti necə olur olur. Son zamanlarda müasir adamlar diye bir şey yaymışlar. Xeyr. Qorxutmaq məqsədilə ya da nə olsun? Yox, xeyr. Azərbaycanda qəti şəkildə orqan və toxumaların alqısı, satqısı, cinayət saldırıb. Azərbaycanda belə bir hal baş verir. Bu işə Azərbaycan Respublikasında biz baxırıq. Belə bir hal ən yaxın müddətdə 5 il bundan qabaq Vahid adlı şəxs tərəfindən həyata keçirilmişdir. O həmin şəxs bir neçə adamları özü ilə bir yerdə aparıb Qazaxıstan Respublikasında orada əməliyyat elətdirir. Bu da qarşılıqlı yəni şəraitdə idi, məcburi qaydada deyildi, pul müqabilidir. Amma biləsiniz ki, orqan və toxunulmaların hər bir halda algısı, satqısı, pul müqabilində digər maddi və sair qiymətlər, güzəştlər verməklə bu cinayət sayılır. Axırıncı səbəb 5 il bundan qabaq həmin şəxs apararaq digər ölkədə elətdirmək, o da qarşılıqlı pul şəklində, qarşılıqlı danışıqla. Azərbaycanda belə bir cinayət baş verməyib, Azərbaycanda belə bir cinayət yoxdur. Sosial şəbəkə üzərindən Gəncədə səhv eləmirəmsə, o durub danışdırdır, deyir, böyrəyəmsə. Belə bunlar hamısı... And olsun Allah'a hər bir şey yox. Səmimi şəkildə. Vallahi yox. Məlumatınız varsa bu dəqiqə gecə-gündüz yatmayım, bu dəqiqə gedim onu tutum. Sosial şəbəkələrdə işləşdir. Sosial şəbəkədə ancaq o, üzr istəyirəm, like deyirsiniz. O like yığmaq üçün bu yaxınlarda hadisdə olur. Allah rəhmət eləsin, o uşaq rəhmətə getdi, o qəza şəraitində o yıxılaraq rəhmətə getdi. Götürüb divarı çəkirlər, oradan səslər qoyurlar ki, güya bunu döyürlər. Birincisi, bu hadisə gecə olub, sənin çəkdiyində günü günorta salır. Cəmaat orada yazığı nətər döyürlər. Əslində bunu xaricdə olanlar düzəldi, proqramistlər düzəldi. Ölkənin əleyhinə, ölkənin nüfuzuna, polisin nüfuzuna xələl gətirmək üçün olunan bu şeylərdir, olmayan bir şeylər düzəldilər. O saxta da onu diqqətlə istəyən olsa, emin mənim çox gözəldir. O gündüzlə gecəni ona baxan adam ayıqsa, ayıq gözdən baxsa... Başı çıxan adam, bir varsa anlayışan adam bilir ki, bunlar hamısı oyundur, bunlar hamısı. Hə, tam videosuna baxmışsınız, hə. İkincisi də ki, görürsünüz, nələrə bu dəqiqə bax, əl atılır. Tam versiyası. Onlar da tapdıqları anlayan gecə videosuna baxıyorsunuz.
Bu qəza şəraitində bəli, orada Sürünmədim bayanlar dedi ki, Instagram sosial şəbəkəsindən yazılar salam, 120 nəfər bir hadisə yazır. Məsələn, deyirsən ki, bayanlara orqan alverindən qorxudan gələndir. Kakalidə qorxuyor. Eyni şey, yəni məlumatsızsın. Özünüzü araşdırın bari. Yəni, Bir şey de diyeyim size, bəzən görürsünüz böyle axmaq adamlar çəkirlər, diyor polisə yaxınlaşır. Kənardan başqa səslənir, ton verirlər, kənardan çəkirlər, onu başqa cür qələmə verirlər. Bu məqsədli olur, bu Azərbaycanda yaşayan deyil, elə şərdi də atır. Bu polisi nüfuzdan salmaq istəkli məqsədi. Çünki polis Azərbaycanın sütunudur, Azərbaycanın hər bir vətəndaşı qoruyandır. Polisdən biz niyə çəkinməliyik ki, o polis bizi qoruyur, bir rahat. Bax, burada oxuyursunuz, evinize rahat gidip gelebilirsiniz. Burada sual yaşayanlardan verirəm. sizin hansısa Rahat- birinizi üzr istəyirəm Ayla xanım, polis narahat edib, saxlayıb, olub elə bir şey. Ha? Polis idarəsinə dəvət olunmuşsunuz hər vaxt. Ha? Niyə? Niyə olmamışsınız? Azərbaycan polisi üzr istəyirəm. Əgər səhv yoldadırsa, sizi də dəvət eləsin, sizi də indirsin, sizi də küsədə olar, bəli. Bu Emin müəllim, Emin müəllim ona görə demək istəyir, o sosial şəbəkədə yayılır, polislərə şər atmaq, bunlar hamısı məqsədlidir. Hamısı məqsədlidir. Azərbaycan polisinin nüfuzuna xələl gətirməkdir. Elə bir şeylər orada düzürlər, qoşurlar xaricdən o bizim ünsürlər ki var, onlara heç Azərbaycan qanı yoxdur onlarda. Onların heç biri Azərbaycana aidiyyəti olmayan insanlardır. Ona müxtəlif donlar geyindirib ölkədə çaxnaşma yaradır. Bugün şükür Allah, Azərbaycandan sakit, sabit ölkə heç arda yox. Şükür Allah, rahat yatırır, rahat durur. Ürəyini istəyən vaxt çıxırsınız, sizə də gəlirsiniz. Bir adam sizə narahat edir, bir adam sizi maneçilik törədir. Bu qani eləmir, bəli, çoxlarını qani eləmir. Yox, olmaz. Şəkillər çək. Paylamağı üzərinə götürür. Gəl, bir zəhmət olsun. Hə, bir çıxırıq, siz bunları paylayarsınız. Bunları da xahiş edirəm, oxuyun və ətrafınızdakı insanlara xahiş edirəm, çatdırın. Bunları da oxuyan mənə baxın, oxuyun və məlumatlı olun ki, qurbana çəkin.